Salam, YouTube kanalıma xoş gəlmisiniz. Bugün Türkiyədəyik, İstanbulda. Sizi İstanbuldan salamlayırıq. İstanbul vlogu gələcək. Qiymətlərlə bağlı danışacağıq. Getdik. Uşaqlar gördüyünüz kimi Galata Porta girişi etmişik. Qəribə indi girdi. Qəribə salam. Salam Mələk. Necəsiz? Xoş gördük hər kəsi. İstanbuldan salamlayırıq. Bütün abiləri, kankaları, bacıları, nə bilim kim idi? Ablaları. Ablaları, var olun. İzləmədə qalın, yaxşı olacaq. Təbii ki, buradan gəmilərə falan binmək olur. Amma mən hələ ki bugünə salmamışam onu, sabaha salmışam. Çünki bu günləri daha gözəl, daha fərqli yerlərə gedəcəyik. Gəmi turu elədi ki, onu günün yarısı orada gedirdi ya, onu saxlamışam başqa günə. Gördüyünüz kimi. Efsane gidiyor. Əfsanə. Bir əfsanə idi, əfsanə. Bir efsaneydi, efsaneydi senle beraber olmak. Burada da böyle bir şey var. Şirin bir ruj. Qağayı bəy. Özün qaşıyır. Tüklərini yolur. Burada da bir qağayı var. Oha! Bu ne Arzu? Vapur. Nereye gidiyor? Büyük adaya. Büyük ada. Bura parkovkadır, qəşəng cəmaat oradan düşəcək. Bu da özüdür. Gör nə boyda da var. Bizə Bakıda da bundan var da. Bəli. Bu Bilvarın qırağından gedir şeyə. Crescent Mall'un qabağına. Bir dənə belə gedir, bir dənə bıraxdı qayıdır. Odur. Uşaqlar hal-hazırda Gülhane Parkındayıq. Əslində biz Ayasofya'ya gedəcəkdik, amma o qədər çox gözəl yerləri var ki, hər dəfə də giririk, biraz otururuq. Vaxtımız gedir. Bura çox sərin, çox relax. Çox belə adamı komfortla hiss etdirən bir yer imiş. Girdiyimizə peşman olmadıq. Elə qərib. 100% Ayasofya'ya çatır bu arada. Ayasofya'ya da çatırıq. İndi bura qaranlıqdır bu arada. Yerə batan sarnıcına gəlmişik. Göstərəcəm sizə. İndi mən sizə, ümid edirəm görürsünüz məni. Mən sizə bura haqqında qısa məlumat vermək istəyirəm. Yerə batan sarnıcı 6-cı yüzillikdə Roma imperatorunun, yəni Lucianis'in tərəfindən inşa etdirilib. Burada olan yığılan su əslində yağışdan əldə edilən su olub. Yəni yağışdan əldə edilib və burada mağaraya, yəni daha doğrusu imperatorların yaşadığı bu əraziyə yığıblar o suyu və bu su 100 illər boyunca insanların, bütün kəndlərin su ehtiyacını qarşılayıb. Yəni yağışdan yığılan bu su. Hal-hazırda indi biz oradayıq və burada hər yer sudur. Yerdə belə arzu tutub qəpik falan ata bilərsiniz. Bu qəribəmidir. Girişi bu arada onun haqqında məlumat verək ki, saat 7-nin yarısına, 8-in yarısına kimi 19:30 idi. 18:30. Ha, okey. 7-nin yarısına kimi burada qiymətlər 60 manat. adam başı 61 manatdır. 60 manat neçə qəpikdirsə. Yəni 1500 TL-dir. 2 nəfər 3000 TL, yəni 121 manat. Yox, əgər 7-nin yarısından sonra axşam saat 10-a qədər gəlsəz, bir adam 2500 TL-dir, düzdür? 2400 TL. 2400 TL-dir. 100 2400-də manatdır, 100 hardasa adam başı 99 manat falan edir. Yəni məlumatınız olsun. Çok baha. Çok baha. Çok baha. Çok abi. Ekstra bahadır bura var. Biz dedik ki Türkiye hadır Abu Dhabi'ye gitmeyi Türkiye'ye geleyik. Abu Dhabi biz için ağlıyor abi. Bütün kanımız qaraltıyor. Deməli gördüyünüz bu yer dünənləri yağış yağdığına görə hələ də yuxarı hissədən bura sular damır. Yəni burada hələ də yağış suları qalıb gördüyünüz kimi. Əslində burada yaradılan bu bəzi şeylər insan əlindən yaradılan, yəni materiallardır da. Amma Azərbaycanda bildiyiniz qədərilə Qazaxda Damcılı bulaq var, Daş Salahlı kəndində. Orada dağların arasına təbii su tökülür və bunu içirsə çox dadlı və çox təmiz sudur. Eyni o şəkildə əslində yağış sularının yığılması, sadəcə bunu insan əli ilə yaradılıb deyə ekstra qəşəngdir və burada hər şey işıqlı, çox belə gözəl görünür. Tumba var.
Tüm bunları kim? Yəni dəhşətli adam ağlına sığmaz ki, kimsə hasansa oturub fikirləşib ki, gəlin yağış suyunu bir yerə yığaq, ondan sonra paylayarıq. Ucu-bucağı görsəmirik həqiqətən. Kolonların sayın hesabı yox. Bəli. Düzü bu məncə restavrasiyadan sonradır. Amma min illər keçib. Hətta biz bura təzə girəndə, əvvəl birincisi biz bura girmək istəmirdik çünki qiymət çox baha idi. Sonra qərara gəldik girməyə. Çünki biz buranı çox görmək istəyirdik. Və biz bura girəndə düşünürdük ki, burada bəzi yerlər güzgüdür. Yəni yansımadır. Halbuki yansıma deyil, sadəcə yağış suyuymuş və burada gördüyümüz hər yeri gəzmək olur. Deməli burada qoyulan bu meduzaya oxşar elektrik yayanlar haqqında danışmaq istəyirəm. Bunlar bura aid olan bəzi işıqların işıqlandırılması üçün sudan götürülən tokdur. İstifadə olunur, həm də meduza şəklində də çox maraqlıdır. Burada daha çox su var. Yox. Bu gördüyünüz sütun insanların arasında gözyaşı sütunu adlanır. Amma 4-cü yüzillikdə yaranıb. Amma bu əsasən insanlar bunu inşa edəndə daha çox ağac gövdəsinə bənzəsin deyə inşa ediblər. Sadəcə onun dizaynı insanlar arasında çox gözyaşına oxşadığı üçün və bunun üzərindən su axıb aşağı getdiyi üçün insanlar arasında bura gözyaşı sütunu deyilir. Və gəldik Ayasofya Camii. Gördüyünüz kimi. Bu da Ayasofya Camii. Gəlmişik Kapalı Çarşıya. Buranı gəzməyə. Grand Bazar. Kürkçülər qapısına gəlmişik. Kürkçülər. Qiymətləri bu arada çox baha deyil. Qızıl var ya burada. Soruşum neçədir qramı? Deyir qızıl var. Mən burada ağlayıram. Bu deyir qızıl var. Bu sənə Robert Downey şey var. Dın 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 dın. Mən reallıqam, sən fake səndən. Neyim? Avropa nə geçməkdir? Gözəl də, gözəl. Şampiyon Galatasaray. Şampiyon Qarabağ. Haqqında danışmaq istəyirəm Kapalı Çarşının. Qiymətləri çox baha deyil. Yəni 1 evro falandır, amma qiymətlərin çoxsu evro ilədir. Yəni manatla deyil, yəni manat deyirəm, lira ilə deyil. Ona görə də yəni nəzərə alın ki, evro ilə ya da dollarla ödəniş eləyə bilərsiniz. Amma yəni, ödənişi TL ilə eləyirsiniz. Sadəcə qiymətləri dollardan, evro ilə yazıblar, bunu da bilərsiniz. Terminallar var hər yerdə və ürəyiniz nə istəyirsə tapa bilərsiniz. Çox qəşəng, rəngli və insanları məcbur eləyib zorla içəri soxmağa falan çalışmırlar. O da ayrı bir yaxşı mövzudur. Sadəcə uzaqdan my friend falan deyib dəvət edirlər, bu qədər. Həqiqətən çox maraqlı idi. Mən çox belə bazar falan gəzən insan deyiləm. Amma bura çox maraqlı idi. Gəlsəz mütləq deyin. Yəni pulsuz gəzə də bilərsiniz. Turist kimi. Uşaqlar, Sultanahmet Camisinin önündə əlimdə kukruzum. Sizinlə yekunlaşdırmaq istəyirəm videomuzu. Amma onu deyim ki, Ayasofyanın içində çox üzürlü sayın. Nə kamera, nə də telefonla heç nə çəkmək yadımda düşməyib. Daha çox qulaq asırdım deyə çəkə bilməmişəm. Üzürlü sayın çox-çox. Bugünkü videomuzun sonuna gəldik. Ümid edirəm İstanbulda bir günü bəyəndiniz. Siz də bura gəlsiniz, inanın ki, heç peşman olmazsınız. Sadəcə qiymətləri biraz ortalamanın üzərindədir. Bunu nəzərə alın. Və biz sizə məlumat vermək istəyirəm ki, bu kruzları sağ olsun Qaqaş bizim nağd pulumuz yox idi, kart keçmirdi deyə manatla almış uşaqlar. 2 dənə kruza 4 manat vermişik. Biləsiz yəni. Bu da çox qəşəng bir memorisi idi. Yaddaşımızda qaldı xatirə olaraq. Heç nə. Like eləməyi unutmayın, komment yazmağı unutmayın. Instagramda Metrə Yarıma follow atın, çox qəşəng videolar çəkirik. Görüşərik. Öpürəm. Bye bye. Sağ ol. Dede Korkut bize söyler, Fuzuli Yunus'u över. Elbet Türk Türk'ü sever, Azerbaycan Türkiye. Ege'den Hazar'a kadar, Beşik'ten mezara kadar, Azerbaycan Türkiye. Tarihin yazdığı destan, iki bedende bir can, Türkiye, Azerbaycan. Ege'den Hazar'a kadar, Beşik'ten mezara kadar, Azerbaycan Türkiye. Tarihin yazdığı destan, iki bedende bir can, Türkiye.
Türkiye, Azerbaycan.